ailədə boşanmaların sayının daha çox artmasına səbəb sevgini düzgün təqdim edə bilmirik, düzgün anlaya bilmirik. Hətta bəzi hallarda uşaqlıqdan gələn travmalı böyümüş uşaqların ən sonda gəlib yaşayıb və yaxud da yaşada biləcəyi travmalar olur. O da gəlir öz ailəsində, yəni yeni qurduğu ailədə öz əksini tapır. Amma gəlin hər birinizə buradan məsləhət bilirəm ki, ailə qurmazdan öncə ailə psixoloquna müraciət edin. İndividual olaraq hər birinizin özünüzə məxsus fikirlərinizi yönləndirə biləcək, sizin düşüncələrinizi və sizi tanıya biləcək, sizi sizə təqdim edə biləcək bir psixoloqunuz olmalıdır ki, müraciət edin, ən sonda özünüzü tanıyın, keçmişdə yaşadığınız problemləri sonlandırın, ondan sonra ailə qurun. Bu nə qadına aiddir, nə kişiyə.